Dedilər mülküvə bax, çox balaca, həm də kiçik. Dedi öz mülkümü mən, mülki Süleyman bilirəm Əhsən. Dedi öz mülkümü mən, mülki Süleyman bilirəm. Dedilər qismətivə kim çıxacaq? Heç bilirsən? Dedi gər mömin olam, mən onu sultan bilirəm. Dedilər Mah-ı Muharrəmdə qara giyməklə. Keçirlər məsəbi sual, az qalıb da. Dedilər Mah-ı Muharrəmdə qara giyməklə. Dedi mən bu qaranı xələt-i rizvan bilirəm. Dedilər göz yaşı tökməklə nə hasil olacaq? Dedi mən göz yaşını bir dürü qəltan bilirəm. Dedi bu göz yaşını mən dürü qəltan bilirəm. Dedilər 1300 illərdir vurursunuz sinə. Dedi bu qəlbə şəfadır, onu dərman bilirəm. İndi o Kərbəladan sizə bir qıssə deyəm. Çünki bu qıssəni mən qıssə-i dəstan bilirəm. Şamidə küfrülə haq durdu nəhayət üz-üzə. Dedi Zeynəb ki Yezid, mən sizi nadan bilirəm. Din bizim, vəhy bizim, əmri bizim, ləbsi bizim. Haqqanı tökdün onu, qətlüvə fərman bilirəm. O dedi bax özüvə, yəni Yezid Həzrəti Zeynəbə deyir. O dedi bax özüvə, indi də bax ləşkərimə. Bu dedi ləşkəri üdvan bilirəm. O dedi gör necə Allah sizə divan tutdu. Yəni harada? Kərbəlada. Cenab-ı Zeynəb nə buyurdu? Dedi hara baxdım orada gözəllikdən başqa bir şey görmədim. Bu dedi gördüyümü Səhn-i Gülüstan bilirəm. Ey Yezid, sanma ki siz bizlərə qalib gəldiniz. O qanı bu iti xəncərlərə bürran bilirəm. Bir zaman var gələcək bizdən olan Mövlamız. O alar qanı, onu sahibi dövran bilirəm. Salamatlığına salavat zikr eləyə onu. Qutarıram. Bəsdir bu qissəni itmama yetir ey cahid. Bunu əslində tükənməz ulu dastan bilirəm. Dedilər zalimi tərif elə şeirində yaşar. Dedi cahid mən onu şeirimə nöqsan bilirəm. Dedilər harda tapaq cahidin ünvanını biz? Dedi ünvanını mən Azərbaycan bilirəm. Dedi ünvanı yağındır ki Nardaran bilirəm. Bir dənə mübarəkbad olmaq üçün bu gözəl toy məclisi ucalı salavat zikr eləyək. Allah buyurun, çox sağ olun. Bu könül ta o qədər gəlmiş idi sarı sənə. Az qalırdı eliyə səcdə diyət tarı sənə. Həsrətindən saralıb soldum axır mən qara gün. Bəxtə bax, söylədilər ki yaraşır sarı sənə. Bu qədər yükləmə ey dil mənə gəl dərdi qəmi. Böl ata malı kimi, yarı mənə, yarı sənə. Ölçmə hər bir şeyi öz arşının inan ey dil. Nədir bu ölçü, kim öyrətdi bu meyarı sənə? Kim kimi sevsə əgər,
eyniləşər yarıyla. Sevmə dünyanı ki, qoy olmaya oxşarı sənə. Qoca dünyadır, bəzək vursa da aldanma ona. Kimə rəhm etdi ki, rəhm eyliyə bu qarı sənə. Kölgə tək vermə məhəl, qoy sürünə ardınca. Sən sürünsün, deyişər əksinə rəftarı sənə. Çox ağır yüktür bu eşqin yükü aydın, girmə. Fələk onsuz da nəsib etməyəcək yarı sənə. Gördüm çox uzun icran, ey hur mələk səndən. Bir kəlmə şirin sözdür, küskündür ürək səndən. Bildi səni tək həmdəm, qoydun onu viranə. Bilsəydi əgər könlüm, ummazdı kömək səndən. Mən zülfüvə həsretkən, yellər daradı zülfün. Hər cövrüvə mən dözdüm, kam aldı külək səndən. Ey deyil, elə ah etdin, saldın günəşi gözdən. Dəryalara od vurdun, dad etdi fələk səndən. Xoş halıma ey dilbər, vaxtında gəlib çıxson. Vay halıma Əzrail, tərpənsə zirək səndən. Vəslün üçün əl açdım mən, çəkmə ətəgün nə ola. Gəl son qoyaq icranə, əl məndən ətək səndən. Aydın bu nə sevdadır, yar ilə nə qovğadır. Ki razıdır hər kəsdən, narazıdır tək səndən. Allah can sağlığı versin, Allah mübarək eləsin. Ya Allah. Hacı, buyur. Allah var. Axşamınız xeyir olsun, əziz dostlar, qardaşlar. Mən də bəyimizi təbrik edirəm. Təbrik edirəm bəyimizi, Allah xoşbəxt eləsin. Allah bu qapıda, bu ocaqda həmişə şadlıq nəsib eləsin. Allah bəyənən toydur. Allah cəmi suvaylara bu toydan nəsib eləsin. Biz adətən belə toylarda az iştirak edirik. Amma valla bizim də elə qəlbimizdə, ürəyimizdə din, iman, Allah, iman, Peyğəmbər. Biraz mənə sıxıntılı gəlir. Yəni, bu məclisdə elə şəxslər var ki, elə şəxsiyyətlər var ki, mən biraz danışmağa sıxılıram. Amma yenə də üzürü sayarsız ayıb yox. İndi əlimdən gələn eləyərəm, bir şey fikirləşərəm. Axşamınız xeyir olsun. Mən də salamlayıram hər kəsi, təbrik edirəm. Allah mübarək eləsin, Allah xoşbəxt eləsin, böyüklərin gözü aydın olsun. Var olsunlar, sağ olsunlar, sayıblar, seçiblər, dəvət ediblər inşallah. Ağır da olsa çalışarıq inşallah, öhdəsindən gələk, bacardığımız qədər. Buyur. Dini meyxana olmur da o. Mini meyxana deyə bizdə. Bəlkə mənə qısa bir şeirlə, qəzəllə biraz burada. Hər öz işini görsün də onda. Sağ ol. Var mı orada bir şey, bir ritim, dini ritimlər deyədi onda? Atma ritim, atma da bizə.
Siz mən onda bir dənə şeir deyim, əvvəl sən Allah, bir qafiyə buyur. fikirləş gör. Biraz ha. Bunda mən bir Kərbəla haqqında şeir deyim, Allah hamına nəsib eləsin. Vallahi özüm də elə istəyirəm, özümə də arzu edirəm. Bütün getməyənlərə də Allah mənə də oranı görməmiş aparmasın dünyadan və kimlər ki gedməyib inşallah hamına nəsib olsun. Bir bəla səhnəsi var. Bir bəla səhnəsi var, Kərb-ü bəla səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-ü bəla səhnəsidir. Ora qəm səhnəsidir, dərd-ü bəla səhnəsidir. Ağamın qartalının gördü kəsilmiş qanadın. Alıb ağuşinə səsləndi oğul, çəkdi adın. Biri qolsuz yaralıydı, biri biçarə qadın. Bu Əbəlfəzl ilə Zəhranın əza səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-ü bəla səhnəsidir. Ora qəm səhnəsidir, dərd-ü bəla səhnəsidir. Ata aldı anasından o susuz körpəsini. Gətirib meydana göstərdi solan qönçəsini. Lənətullah atıb ox kəsdi o tiflin səsini. Bu Hüseynin Əli Əsğərlə vida səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-ü bəla səhnəsidir. Əlinin oğluna Cəbrail enib verdi salam. Əlinin oğluna Cəbrail enib verdi salam. Dedi qoy kölgə salın başımın üstə ey imam. İmam ərz etdi çəkil. Mən edərəm cəngə davam. Aman Allah, bu nə eşqdir, nə vəfa səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-ü bəla səhnəsidir. Qılınır zöhr namaz, az qalır axırına bitir. Ox, yağış tək yağır Allah, təsəvvürvə gətir. Can fədalar yağışa öz bədənin tutdu çətir. Bu fədakarlığın ən ali fəda səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-ü bəla səhnəsidir. Kimdir Zeynəb, tanıyıb şahid olubdur çoxu da. Anası Fatimə Zəhra, atası Şiri Xuda. Şamda rüsvay eləyib Yəzzidi nitqi ilə. Bu da şah qızı ilə gəda oğlu gəda səhnəsidir. Bir bəla səhnəsi var, Kərb-ü bəla səhnəsidir. Ora qəm səhnəsidir, dərd-ü bəla səhnəsidir. Vardı bir mənzərə ki, görsən ürəklər sızlar. Düzülüb karvana səhrada gəlinlər, qızlar. Mah batıb qanə gedir öndə, gəlir ulduzlar. Bu da təsvir elə Şamın Üsəral səhnəsidir.
Çəkdi ulduzlar ilə sətdi bu qəm karivanı. Çəkdi ulduzlar ilə sətdi bu qəm karivanı. Zülmü çəkməkdə keçib həddi bu qəm karivanı. Qəm əlindən xəm olan qəddi bu qəm karivanı. Yer üzərindəki ulduzlu səma səhnəsidir. Bir bəla səhnəsi var, kərb bəla səhnəsidir. Ora qəm səhnəsidir, dərd bəla səhnəsidir. Allah hamına nəsib eləsin o torpağı. Mən bir şey deyim, bu deyirəm, hərdən şeir, qəzəl deyirəm, meyxana deyirəm, yəni öz sənətimlə bağlıdır, amma bir şey yazmışam ki, deyirəm, Ayazı, gəzim qüsulsuz, alım dəstəmaz, qəzasız vaxtında düz qılım namaz. Əgər əməlimlə gəlmirsə taraz, namazım Allahın nəyinə lazım? Musiqim, meyxanam, səsim sevilsə, bu səsi sevənlər ey kaş ki bilsə, mənim oxuduğum Qur'an deyilsə, avazım Allahın nəyinə lazım? Dərdliyə lazımdır dərdin əlacı, bu şeirim Allaha gedməsin acı. Allahın heç nəyə yox ehtiyacı, nə yazım? Allahın nəyinə lazım? Allah mübarək eləsin Hacı qardaşımızın toyunu. Çox sağ olun qardaş, sağ olun. Allah mübarək eləsin. Vasfəşən bulam oxuyasan biraz, mənim qəzəllərimdən birini oxuyasan. Değişmə bir dənə, sağ ol, bizim adamdır, gəl bura. Vallahi, bayramdır. Kardeşim. Hazırız. Tanrı sevir ibadet eləyənləri, Tanrı sevir ibadet eləyənləri, özünə halal ziyafət eləyənləri, özünə halal ziyafət eləyənləri. Tanrı sevir ibadet eləyənləri, özünə halal ziyafət eləyənləri, özünə halal ziyafət... Biraz kod ver onu, mən eşidim, heç olmasa deyə bildim. Onu eləməsən də olar, əbi yox. Tanrı sevir ibadet eləyənləri, özünə halal ziyafət eləyənləri, özünə halal ziyafət eləyənləri. İnsan bilsin bir-birinin qədrini, möhkəm edə hövsələsini, səbrini. Tanrı o dünyada verir əcrini, öz əməlinə nəzarət eləyənləri, öz əməlinə nəzarət eləyənləri. Tanrı sevir ibadət eləyənləri, özünə halal ziyafət eləyənləri. Ay gərək sözü deyəsən yerində hər vaxt, sözün biləsənəm dəyərində hər vaxt. Saxlasın Allah nəzərində hər vaxt, Allah evin ziyarət eləyənləri, Allah evin ziyarət eləyənləri. Tanrı sevir ibadət eləyənləri, özünə halal ziyafət eləyənləri, özünə halal ziyafət eləyənləri. Allah mübarək eləsin. Çox sağ olun. Bey gəlir bura. Bu
Gelin bura, gelin burada əyləşin. Yok gör ne dirəm ya, hamımız buraya məhəbbətdən gəlmişik. Gelin siz de oturun burada. Elimiz bir ağız. Haydi görürsən burada da. Gelin qatışımız, yallah. Hacı gelin. Ayrıca indi vaxt olar, ayrıca da oxarız. Bəlkə dillah bir ağız sen oxar, bir ağız bir. Böyle lezzetli olsun. Biz de öyle. Yok. Kim gelir? Bəli, ruhanilərimiz de gelir inşallah. Həz Nasir de yoldadır. Salamat gelip çıxa bilsə, gələcək Allah. Allah. Ya Allah. Bəd nəzərdən saxlasın Allah səni ey tazə bəy. Bəd nəzərdən saxlasın Allah səni ey tazə bəy. Eyləsin hər bir zaman gümrah səni ey tazə bəy. Gümrah sözü fars dilində yaxşı deyil, yəni yorğun. Amma bizim sözümüzdə yaxşı yazılır. Arzumuzdur bu pənah dəhrində, arzumuzdur bu pənah mülkündə hərdəm. Şeytanın fitnəsindən eyləsin agah səni ey tazə bəy, ey tazə bəy. Görsən bu hüsnü cəmal ilə Misir xuriləri, ay bəy, səni görsə bu hüsnü cəmal ilə Misir xuriləri, bənzədərlər Yusifə billah səni ey tazə bəy. Ədalət harda bu saat, Əli ilə getdi bəşər, Əli ilə gəldi ədalət, Əli ilə getdi bəşər. Ədaletin yer üzündə əmanət idi Əli, tək adı qaldı əlamət, Əli ilə getdi bəşər.
Yox elə şaq ki gələ xalqa eyni gözlə baxam. O gözlə şaq vilayət Əli ilə getdi. Bəşər, bəşər ya Mevlay. Taam verən yetimə, miskinəm, fəqirə, hanim. Sən axtaran o səxavət Əli ilə getdi. Bəşər, bəşər. Yaralı Fatiməm, məzlum Əlinin haq yolunu, yolun azanda cemaat Əli ilə getdi bəşər. Əlini hak sana vermişti, vurdun istemedin. Senin elinle xəyanət Əli ilə getdi bəşər. Gülüm gülaba gelmesin Əlisiz. Ay Əli aşıqları, gülüm gülaba gelmesin Əlisiz. Üzüm turaba gelmesin Əlisiz. Nəkr-i münkərət deyin mən öləndə, sual cevaba gelmesin Əlisiz, Əlisiz. Bəyimizin xətrinə bir alqış. Ya Mevla əllərimiz ağlamasın, söz üstadların duyuyor. Əlbəttə Ustad Hacı şairimizin yanında ve məddahlığın Azərbaycanda bir növrəsini qoyan, yəni dərvişlər olublar, məddahlar olublar, amma surut formasında Hacı Ustadımız 90-cı illərdən ki o vaxtı hələ Sovet rejimi var idi, onda ekranlarda biz onu izləyirdik. Mənim 8 yaşım var idi, 9 yaşım var idi. La ilahe illallah deyən dillər var olsun surudunu Hacı Yaşar Ustadımızdan eşitdi, öyrəndi. Və Hacıdan öyrənə-öyrənə altdan biz də məddah olduq, amma Ya Allah, Hacı boynumu alırsan ki ben okuyanda 8 yaşım vardı da. bəli. Ha bunu dedin ha, ekrana düştü ya. Oku indi. Həddimə- Halaldır sana. Bizim həddimə nə ki həddimizə gəlməz və yaxud cəsarət olmasın ki biz sizdən doğrudan öyrəndik. Lənkəranda elə uşaqlıqdan elə 90-cı ildə, 92-ci ildə, 93-cü ildə Hacı gəlirdi o vaxtı. Biz də öyrəndik Hacıdan, ustadımızdır, fəxr edir. Bütün məddahlar bunu inkar edən yoxdur, amma etiraf edir ki bu başqa cürət ola da bilməz. Bəli. Hacının huzurunda və ustadların huzurunda bağışlayasın. Sabahın səhər vaxtında